İstiqamətlə Xəzərlənkanın ilk hücumu və Ruslan Abuşov yaxşı oynayır meydan mərkəzində. Dərhal da irəliyə doğru ötürmə Ruslan Abuşov tərəfindən Bahadır Nəsimova doğru və Bahadır Nəsimovun zərbəsinin qarşısını Kamran Ağayev alır. Adrian Pitin ötürməsi bu dəfə də sağ tərəfə, Raid Əmirquliyev tərəfə və Raid Əmirquliyev toplayıcı Qrimitreskunun qarşısını kəsmə, Əmirquliyevin ötürməsi və Rail Məlikov. Qapı qarşısına daha bir ötürmə, Rauf Mehdiyev səhvə yol verdi. İndi Xəzərlənkan hesab aça bilərdi, lakin ləngidi. Bir qədər Winston Parks, Igor Mitreski yaxşı oynayır. Rauf Mehdiyevin kobud səhvi. Rəşad, daha sonra Bahadır Nəsimova ünvanlanmışdı ötürməyi yenidən. Rail Məlikov topu irəli vurur, Frasinescu. Rodriginho zərbəsi və hesab açılır. Neftçi maçın 23-cü dəqiqəsində hesab açdı. Rodriginho qüvvətli zərbəsi, Kamran Ağayev də bunu gözləmirdi. 7 nömrəli oyuncu Neftçi komandasının heyətində Rodriginho'nun qüvvətli zərbəsi və nə müdafiəçilər, nə də qapçı bu zərbəni gözləmirdi. Bir daha təkrarını izləyirik epizodun. Təqribən 18 metrlik məsafədən zərbə və top düz uzaq küncə daxil olur. Xəzərlənkan indi mərkəzdən oyuna başlayacaq. Rodriginho ötürməsi Flavinio'ya. 3 futbolçu indi 3 nəfərə qarşı irəliləyir. Alessandro da Silva da kömək edir hücuma. Flavinio topladı, bir qədər mərkəz çəkir. Flavinio zərbəsi, Kamran Ağayev topu tutdu. Zərbə elə də qüvvətli alınmır. Dərhal da Vobaya doğru ötürməyə Kamran Ağayev tərəfindən. Frasinescu'nun ötürməsi, Rauf Mehdiyev səhvə yol verir, lakin topu qapıya yönəltmək olmadı. Mümkün olmadı qapıya yönəltmək. Hücumu Musat'ın ötürməsi qapı qarşısına. Winston Parks top qapının yanından keçir. Alessandro da Silva, Opara qayda pozuldu. Opara'ya qarşı zərbə və Rauf Mehdi penalti. Opara'ya qarşı qayda pozuntusu və hakim penalti təyin edir. Alessandro da Silva sarı vərəq alır. İki komandasının qapısında penalti təyin edir. Təkrarını bir daha izləyirik. Alessandro da Silva, Opara topu ondan aldı və Alessandro da Silva Opara'ya qarşı kobud oynayır. Hakimin qərarı bu epizodda doğrudur, bir daha təkrarını izləyirik. Alessandro da Silva artıq topu itirdiyindən sonra, nəinki topu itirdi, bu epizodda da Silva topu itirdikdən sonra ona qarşı hansı futbolçunun gəldiyini də itirdi, görmədi və nəticədə bunu da görmədiyinə görə qaydanı pozur, bəlkə də özündən asılı olmayaraq. 16 nömrəli futbolçu Alessandro da Silva sarı vərəq alır qarşılaşmada. Elnur Allahverdiyevlə isə Rail Məlikov arasında hal-hazırda gərginliyi var. Meydan sahibləri penalti yerinə yetirəcəklər. 88-ci dəqiqədir. Xəzərlənkan hesabı bərabərləşdirməyə yaxındır. 11 metrlik cərimə zərbəsi təyin edilib. Vobay yerinə yetirəcək cərimə zərbəsini. Rail Məlikov hələ ki etiraz edir. Komandanın kapitanı kimi hakimə. Rauf Mehdiyev. Vobay yerinə yetirəcək penaltini. Oyunun gərginliyi və məhz bu gərginliyi də 11 metrlik cərimə zərbəsi ilə nəticələnir. Hakim işarəsini verdi. Vobayın zərbəsi və top qapıdan keçir. Xəzərlənkan Neftçi ilə qarşılaşmada hesabı bərabərləşdirdi 89-cu dəqiqədə. Penaltidən
Volboy fərqlənir. Bəlkə də Xəzər Lənkəranın bugünkü görüşdə ən yaxşı futbolçularından biri idi. Təqribən 10 dəqiqə bundan əvvəl onun zərbəsindən sonra top qapı tirinə də dəymişdi bu epizodda. 1 dəqiqə qalıb görüşün əsas vaxtının başa çatmasına. Neftçi cəmi 1 dəqiqə dözə bilmədi bu görüşdə. Xəzər Lənkəranla qarşılaşmada əks halda fərqi 7-yə yüksələcəkdi komandanın Xəzər Lənkəran arasında və ikinci yerdə olan Qarabağlı Xalq top Georgiyevskidə idi. Ruslan Abuşovun ötürməsi Cavid Hüseynova doğru. Skarlataki daha cəld tərpənir ondan. Cavid Hüseynov zərbə vurmaq olar. Cavid Hüseynovun ötürməsi və Kamran Ağayev. Skarlataki topu irəli vurdu. Neftçi yenidən hesabda önə keçə bilərdi, lakin Cavid Hüseynov istifadə edə bilmir bundan.